Salam hər kəsə. Bugün çox vacib bir mövzudan danışacağıq. Heç sizə belə bir mesaj gəlibmi? Bank kartınız bloklanıb. Bağlamanız gömrükdə qalıb. Instagram hesabınız bağlanacaq və siz panikaya düşüb linkə klik etmisiniz. Bax elə bu phishingdir. Amma məsələ təkcə saxta link deyil. Bugün artıq kompüterlər yox, insanlar sizi aldadır. Kiber cinayətkarlar sistemləri yox, bizim psixologiyamızı hədəf alır. Qorxu, tələskənlik, maraq, güvən və s. Bir kliklə siz məlumatlarınızı artıq başqa birinin əlinə verə bilirsiniz. Bugün elə bundan danışacağıq. Phishing nədir? Sosial mühəndislik nədir və özümüzü necə qoruya bilərik? Bugünkü qonağım Paşa Sığortanın informasiya təhlükəsizliyi üzrə əməkdaşı Leyla Baxışdır. Xoş gəlmisiniz Leyla xanım. Salam, xoş gördük. Təşəkkürlər dəvətiniz üçün. Çox xoş oldu. Mən çox sevinirəm ki, siz və biz artıq ilk, yəni podkastımız deyil, Cyberwoman Azərbaycan platforması var və biz o platformada sizlə bərabər müxtəlif işlər həyata keçiririk, maarifləndirmələr həyata keçiririk və müxtəlif işlər görürük. Bizim orada artıq bir mehribançılığımız daha çox yaranıb, daha çox səmimi ortamlardayıq və bərabər könüllü şəkildə işlər həyata keçiririk, dayanıqlı və davamlı formada. Bu günləri isə mən sizə bu mövzudan artıq izləyicilərimizə belə deyim də, bir kiçik də olsa bir məlumat ötürmüş oldum. Bu günləri hamımızın ən çox başına gələ biləcək və hamımızın hədəf kütləsi ola biləcək bir mövzudan danışacağıq. Və mövzumda ilk sualım bundan ibarətdir ki, phishing nədir və hansı formada daha çox qarşımıza çıxır? Deməli, phishing nədir? Phishing bu kiber cinayətkarların, bu adi istifadəçilər, adi insanların, belə deyək, onlardan SMS göndərməklə, onlara zənglər etməklə, müxtəlif üsullarla məxfi məlumatların əldə etmə üsuludur. Bunların məsəl üçün əsas məqsədləri nə olur? Bank kartlarının məlumatlarını əldə etmək və yaxud sosial şəbəkələrdən onlara link göndərərək onların sosial şəbəkə parollarını əldə etmək, daha sonra OTP kodlarını əldə etmək və sair tipli olan SMS-lərdir. Daha çox rast gəlinən formalardan isə bu SMS-in olanlardır. Məsələn, bu smishing üsulu sayılır, hansı ki SMS formasında göndərilir bizə. Bu adətən daha çox mən rast gəlmişim Azərpoçtdan gələn SMS-lər olur ki, bağlamanız gömrükdə qalıb, ödənişini edin. Bu linka klikləyərək keçid edib ödəniş edə bilərsiniz. Bu bir neçə hal mənim ətrafımda təkrarlanıb və belə deyək, yaşlı nəsil buna daha çox inanır, tez klikləyib orada məlumatlarını daxil edirlər. Daha sonra burada götürmək olar sosial şəbəkə üzərindən bizə məsəl üçün Instagram üzərindən gələ bilər ki, sizin hesabınız bağlanacaq və yaxud da ki, səs vermə üsulları ola bilər ki, filan kəsə səs vermək lazımdır. Xahiş edirəm bu linka tıklayaraq səs verərdiniz. Tipli mesajları nəzərdə tutmaq olar və yaxud da e-maillə göndərilənlər, bu daha çox korporativ üsullarda daha çox rast gəlinir və yaxud da ki, başa çıxmayan adamlar olur ki, e-maillə göndərilir onlara və deyirlər ki, sizin hesabınızda filan qədər hədiyyə var, hədiyyə kuponu var, siz bu qədər pul qazandınız. Yəni bu e-maillər çox adama gəlib ki, sizin belə sizə var-dövlət qalıb, hardansa miras qalıb və siz onu əldə etmək üçün filan karta bu qədər ödəniş etməlisiniz. Təbii ki, bunların hamısı belə deyək, yalan məlumatlardır. Sadəcə sizin məxfi məlumatlarınızı əldə etmək üsullarıdır. Leyla xanım, mən daha çox sosial mühəndislik və phishing sözünü yanaşı eşidirəm. Yaxşı, sosial mühəndislik phishingdən nə ilə fərqlənir? Belə deyək, sosial mühəndislik daha çox manipulyasiya üsuludur. Bu psixoloji olaraq insanlara təsir üsuludur. Phishing isə bu sosial mühəndisliyin bir növüdür. Yaxşı, biz bu qədər maariflənmə edirik və bu günləri getdikcə görürük ki, insanları daha çox maarifləndirirlər kiber təhlükəsizlik və kiber cinayətlər üzrə. Amma niyə hələ də həm ağıllı insanlar, həm də belə deyək də savadlı, ağıllı, həm biraz daha belə savadlan təhsildən uzaq olan insanlar da bu tələyə düşürlər. Yəni hər iki kateqoriya bu tələnin qurbanı olur. Sizcə səbəb nədir? Belə deyək, səbəb nədir? Çünki insanları stres altına salırlar və təcili olaraq bunu eləmək məcburiyyətində hiss edirsən. Eləməlisən. O məcburiyyətə girir insanlar. Məsəl üçün bu SMS gəlir ki, sizin hesabınız bağlanacaq
və adam panikaya düşür, insanlar panikaya düşür və düşünmədən hərəkətlər Bir növ edirlər. manipulyasiya qurbanı Bəli, manipulyasiya qurbanı olurlar. Psixoloji olaraq bütün insanlara stres altına girdikdə səhv qərarlar verə bilirlər. Yaxud da ki, zəng gələ bilər ki, bu daha bir neçə hal bu təkrarlanıb ətrafımızda da bunu görmüşük ki, zəng eləyirlər yaxud SMS yazırlar ki, sizin övladınız qəza keçirib filan karta bu qədər ödəniş etməlisiniz və həmin panikaya düşən valideyn həmin andaca heç zəng etmədən, maraqlanmadan həmin ödənişi edir həmin karta. Lakin belə deyək də, bu stres altında verilən qərarlar artıq səhv qərar verməyə vadar edir insanları. Bəli. Yaxşı, bəs belə bir sual verim ki, ən çox istifadə olunan psixoloji üsullar hansılardır? Ən çox psixoloji üsullar odur ki, bu bank tərəfindən gələn zənglərdir. Sizin kartınız bloklanacaq və yaxud da sizə SMS-lər gələ bilər ki, hədiyyə qazandınız, bu linka klik edərək siz hədiyyə əldə edə bilərsiniz. Yaxud da ki, qeyd etdiyim kimi zənglər ola bilər ki, sizin övladınız qəza keçirib, siz karta ödəniş etməlisiniz ki, xəstəxana xərclərini qarşılamaq üçün və sair tipli olan SMS-lərdir. Və yaxud da bizim daha çox sifariş veririk, bu sifariş dövrüdür və Azərpoçtdan gələn SMS-lər var ki, Azərpoçtun adı ilə göndərilir və orada yazılır ki, sizin bağlamanız saxlanır, ödəniş etməlisiniz və yaxud da ki, dövlət qurumlarından, yol polislərindən, bu müxtəlif yerlərdən gələ bilər. Bu avtoritet başlıqları görəndə ki, artıq panikaya düşüb, psixoloji təsir edir ki, yəni böyük yerdən mənə SMS gəlib və mən bunu mütləq etməliyəm. Yəqin ki, düzgün məlumatdır bunlar. Leyla xanım, siz bayaqları qeyd etdiniz ki, müxtəlif banklardan və dövlət qurumlardan zənglər gəlir, bu adla zənglər gəlir və insanlar bu şəkildə aldadılır. Yaxşı, biz necə edək ki, insanlar nə etsinlər ki, doğru zəngləri, bu qurumların, bankların doğru zənglərini yalancı zənglərdən ayıra bilsinlər? İlk öncə belə deyim, zəng gəldikdə banklardanmı, hansı bir dövlət qurumundanmı, bu əməkdaşlar danışdıqca yəni anlayırsınız. Necə anlayırsınız? Bu əməkdaşların heç biri sizdən telefonunuza gələn SMS OTP kodunu istəməyəcək. Bu əməkdaşlar sizdən kartın arxasındakı 3 rəqəmli CVV kodunu istəməyəcəklər. Maksimum istəyəcəklər nə olub? Kartın axırındakı 4 rəqəmi istəyə bilirlər. O da sizin bütün məlumatlarınızı yoxladıqdan sonra qərar verirlər. Digər hallarda isə əgər siz görürsünüzsə, belə deyək də, biraz başqa cür söhbət gedir. Artıq siz anlayırsınız və belə deyək, söhbəti bağlayırsınız orada, zəngi kəsirsiniz. Və bunu daha çox yoxlamaq üçün, məsələn, bu əgər SMS formasında sizə gəlibsə, bunu yoxlamaq üçün sadəcə olaraq həmin qurumların nömrələrindən, rəsmi saytlarındakı nömrələrini əlaqə saxlayıb, məlumatın özünüz haqqında məlumat təqdim edərək bildirirsiniz ki, mənə belə bir zəng gəlmişdi, məndən bu məlumatları istirdi, belə bir hal doğrudurmu? Məsələn, o ola bilər ki, deyə bilər ki, sizin kartınız bloklanacaq tipli, yəni zənglər ola bilər, yaxud da ki, dövlət qurumlarından sizin başqa bir yerdə məsəl üçün bağlamanız var, yaxud da ki, sizin cəriməniz var, borcunuz var, belə deyək. Bunları sadəcə olaraq həmin nömrələrin əlaqə saxlayıb dəqiqləşdirə bilərsiniz nə qədər doğru olduğunu. Və son zamanlar biz daha çox görürük ki, WhatsApp və Telegram üzərindən daha çox saxtakarlıqlar olur və daha çox insanlar müxtəlif kiber hücumlara məruz qalırlar. Yaxşı, bu sosial kanallar üzərindən olunan saxtakarlıqlar bizim üçün nə qədər təhlükəlidir? Bu, belə deyək, nə qədər təhlükəlidir. Sizə əgər bunlar üzərindən, bu sosial şəbəkə üzərindən, bu WhatsApp kanallarıdır, Telegram kanalları üzərindən bir neçə hallarda olur ki, mənim özümə də gəlib bu, ki, SMS gəlir ki, sizin bu ara çox yayılıb bu üsul, sizin şəkliniz filan yerdə göstərilir. Və siz bu linki klikləyərək ki, onu görə bilərsiniz. Təbii ki, bunu məlumatsız adam sırası klikləyəcək ki, görüm hardadır, nə şəkildə, nə məsələdir. Lakin belə daha öncədən məlumatı olan bir insan bunu baxmayacaq. Yəni ağlına gələ bilər ki, bu yanlış məlumat ola bilər və o linki klikləməmək. Ümumiyyətlə həmin anlarda o linki klikləməmək lazımdır. Hər hansı başqa bir sayta yönləndirə bilərlər. Və bu nə dərəcədə təhlükəlidir? Əgər siz o göndərilən linklərə məsələn inanırsınızsa, bu artıq belə deyək, psixoloji olaraq sizə təsir altında qalıb onu klikləyirsinizsə, bu artıq sizin səhviniz olur. Çünki stres halında qərar verirsiniz. Çünki bu biraz təhlükəli SMS-dir ki, sizin şəkliniz filan yerdə var və siz tez daxil olmaq istəyirsiniz ki, görən nə şəkildə orada, nə ola bilər ki, harda ola bilər. Və belə deyək,
bu kanallar üzərindən maksimum dərəcədə, yəni təhlükəsizliyi belə deyək, bu gələn SMS-ləri, daxil olan SMS-lərin qarşısını almaq olmur. Sadəcə olaraq siz onları gəldikcə bloklayıb belə deyək, report etməlisiniz. Və salam, belə deyək, daha bəli, müdafiə edirik bu üsulla hər kəs. Yaxşı, biz belə bir sual verim ki, artıq adam linki klik edib. Bu zaman etməlidir. Əgər klik edibsə və heç bir məlumat daxil etməyibsə, burada vəziyyət okeydir, belə deyək. Amma klik edibsə və məlumatların daxil edibsə, artıq bu vəziyyətdə e-mail parolunu dəyişməlidir bütün sosial şəbəkələr. Əsas e-mail da dəyişilməlidir, çünki bütün akkauntlar bildiyimiz kimi e-maillə bağlanır. E-mail parolunu dəyişib və yeniləməlidir. Orada müəyyən təhlükəsizlik tədbirləri görülməlidir. Two-factor authentication var, hansı ki onu qoşmalıdır. Bu nədir desəz, əgər o oldu ki, yəni sizə bu iki-faktorlu autentikasiya üsulu ilə sizə nömrənizə SMS gəlir, yaxud e-mailınıza gəlir o SMS kod, yaxud da ki xüsusi autentikator proqramlar var ki, onlara kod gəlir və o kodu daxil etdikdən sonra öz hesabınıza daxil ola bilirsiniz. Və əgər linki klikləyib və başqa bir məlumatlar daxil etmisinizsə, artıq kart məlumatlarınızı daxil etmisinizsə, kartlarınızı bloklamalısınız həmin dəqiqə və gedib artıq yenisini sifariş verməlisiniz təbii ki. Bu belə deyək, addımları ataraq belə təhlükəsizliyimizi təmin etmiş oluruq. Şirkətlər və iş yerləri əməkdaşlarını necə qorumalıdır? Şirkətlər adətən necə edirlər? Şirkətlər necə etməlidirlər daha doğrusu? Onlar phishing simulyasiyaları hazırlamalıdırlar. İşçiləri maarifləndirməlidirlər, təlimlər keçirilməlidir. Bu bir neçə dəfə təkrarlanan təlimlər, yeni işçilərə yaxud da ki il boyunca bu təkrarlanan təlimlər olmalıdır. E-maillarına, phishing simulyasiyalarına bir neçə dəfə göndərilməlidir ki, bu insanların reaksiyalarını öyrənmək üçün və bilmək üçün ki, kimlər buna necə reaksiya verəcək, kimlər bu tələyə düşəcək. Və yaxud da ki, bütün sistemlərdə belə deyək, least privilege üsulunu tətbiq etməlidirlər ki, minimal icazə onlarda olmalıdır ki, yəni belə deyək də, hər user daxil olub hansısa məlumatı əldə edə bilməsin. Bu kimi tədbirlər həyata keçirərsə, əgər şirkətlər belə deyək, əməkdaşlar daha da məlumatlanırlar və maariflənirlər. Və yaxud da ki, belə təlimlər keçirirlər, xüsusi seminarlar, webinarlar keçirə bilərlər ki, daha canlı belə deyək, ola bilər ki, videolara hər kəs baxmır, amma ki, canlı formada onlar üçün keçirilə bilər ki, bu təhlükəsizliyi necə qorumaq olar özümüzü. Leyla xanım, Azərbaycanda ən çox rast gəlinən rəqəmsal aldatma növü hansıdır? Azərbaycanda daha çox rast gəlinən rəqəmsal aldatma növləri bu OTP kodların əldə edilməsi növləridir. Bank kartlarının oğurlanmasıdır. Daha sonra gələn marketplace-dən olan ödəniş linkləridir, hansı ki bildirir ki, ödəniş edin bu linkə keçid edərək. Daha çox gəlir sonra bu Azərpoçtdan gələn SMS-lərdir, dediyimiz kimi. Bu kimi hallar ən çox Azərbaycanda təkrar olunan hallardandır və bir də gələn e-maillərdə, hansı ki phishing xarakterli e-maillərdə sizin məlumatlarınızı əldə etməyə çalışırlar ki, bu linkə klikləyərək siz məlumatlarınızı daxil etməlisiniz tiplə. Amma daha çox yayılan, belə deyərdim, kart məlumatlarının oğurlanması üsullarıdır ki, bu çox dəhşət yayılmış bir formada. Biz görürük ki, artıq süni intellektlə hazırlanmış şəkillər, videolar və s. kimi bu formada hazırlanır və insanların rəqəmsal aldatma növündə istifadə olunur. Yaxşı, süni intellekt bu təhlükəni gələcəkdə artıracaqmı, azaldacaqmı? Yəni bunun haqqında nə fikirləşirsiniz? Belə deyim, süni intellekt bunu artıra da bilir, çünki artıq yeni şəkillər, videolarına əlavə olaraq deepfake səs yazıları da var ki, səsləri dəyişərək səni bank əməkdaşı kimi təqdim edə bilər, çox yaxın tanışın kimi təqdim edə bilər, zənglər edib müxtəlif formalarda, məsəl üçün daha öncə də bildirdiyim kimi valideynlərə övladlarının səsi ilə zənglər edib onlardan pul istəyə bilərlər, karta mütləq göndərilmə təcili formada. Bu hallar çox təkrarlanmaq ola bilər, yəni belə süni intellekt bunlara imkan verir. Lakin bir tərəfdən də belə deyək, gücləndirir. Bu anomaliyalardır, aşkarlamadır, real vaxt itkisidir. Bunları, məsəl üçün, süni intellekt bunları da təmin edir, belə deyərdim. Yəni bunlarla bərabər.
Artıq biz podkastımızın sonuna doğru yaxınlaşırıq və sizdən son bir sual soruşmaq istəyirəm. Daha doğrusu tövsiyənizi almaq istəyirəm. İnsanlara verə biləcəyiniz 3 tövsiyə lazımdır ki, hansı ki bunlar təcili yardım olaraq bu tövsiyələrdən istifadə etməlidirlər. Qısa və konkret, hamımıza vacib olan təcili yardım sözlər. Belə deyim, əsasən diqqətli olmaq, mütləq diqqətli olunmalıdır. Emosiyalarla hərəkət etməmək, bu stress anında tez bir qərar vermək və bir də məxfi məlumatları təbii ki, heç kəslə, heç bir kənar şəxslə paylaşmamaq. Bu 3 əsas üsul, yəni dedim, həmin anda yerinə yetirilməlidir ki, sizin məxfi məlumatlarınızı ələ keçirməsinlər. Təşəkkür edirəm Leyla xanım. Çox xoş oldu sizlə söhbət etmək və bu aktual bir mövzu üzərində bu gün biz danışdıq. Təşəkkürlər. Çox sağ olun, mənə də çox xoş oldu. Təşəkkür edirəm dəvətiniz üçün. Çox sağ olun. Və artıq gəldik çıxdıq Cyberin podkastın sonuna. Bugünkü söhbətdən bir şeyi unutmayın. Əgər bir mesaj sizi qorxudursa, tələsdirirsə, indi et deyirsə, dayanın. Kiber hücumların çoxu texniki deyil, psixolojidir. Şifrəni sındırmaq çətindir, amma insanı aldatmaq isə daha asandır. Rəqəmsal dünyada ən böyük təhlükə virus deyil, məlumatsızlıqdır. Və sual budur: növbəti mesaj gələndə siz klik edəcəksiniz, yoxsa düşünəcəksiniz? Unutmayın, ən güclü antivirus məlumatlı insandır. Sağlıqla qalın. Hələlik.